Qoç bürcü. Həddindən artıq inadkarlıq göstərməsəniz gün uğurlu olacaq. Bir çox qoç kiçik şeylərə həddindən artıq əhəmiyyət verməyə meyilli olacaq, buna görə də yaxınlarınızla fikir ayrılıqları yarana bilər. Səmimi münasibət və müsbətə fokuslanmaq bacarığı bunun öhdəsindən gəlməyə kömək edəcək. Yaşlı qohumlara kömək etmək üçün əlverişli zamandır. Nüfuzlu insanlarla dostluq münasibətləri qura, onların dəstəyini qazana biləcəksiniz. Günün ikinci yarısında çoxdan həll edilməli olan bəzi problemləri həll edə biləcəksiniz. Buğa bürcü. Sevdiklərinizlə ümumi dil tapmaq həmişə asan olmur. Bir çox buğalar öz işlərinə ara verməli və ev işlərinə fikir verməli, qohumlara kömək etməli, ailənin ən yaşlı və ya ən gənc üzvləri ilə ünsiyyət qurmalı olacaqlar. Daha az danışın, daha çox qulaq asın, onda nəinki fikir ayrılıqlarından qaçın, həm də bir-birinizi həqiqətən başa düşəcəksiniz. Tələsik hərəkətlərdən və tələsik qərarlardan çəkinmək lazımdır. Təmkin, nəzakət və mehriban münasibət əsas üstünlükləriniz olacaq. Əkizlər bürcü. Sizin anlayışınız həsəd aparacaq. Bu, bir çox vacib məsələlərin həllində çox faydalı olacaq. Əkizlərin əksəriyyətində yüksək intuisiya olacaq, bu da onların işlərinin vəziyyətinə gözəl təsir edəcək. Əvvəllər münaqişə yaşadığınız insanlarla münasibətləri yaxşılaşdırmaq şansı olacaq. Bəzi köhnə rəqiblər sizin tərəfinizə keçəcək. Səfərə çıxmaq üçün əlverişli zamandır. Bu sizə çoxlu canlı təəssüratlar bəxş edəcək və batareyalarınızı uzun müddət doldurmağa imkan verəcək. Ciddi məsələləri müzakirə etmək üçün yaxşı vaxt, hər kəsə uyğun olan həlli tez tapa biləcəksiniz. Xərçəng bürcü. Yaxınlarınızla çox ünsiyyətiniz olacaq. Uzun müddətdir davam edən bir çox ziddiyyətləri həll edə və son vaxtlar bir-birinizi çox yaxşı başa düşmədiyiniz insanlarla münasibətlərinizi yaxşılaşdıra biləcəksiniz. Bəzi xərçənglər tezliklə işlərində onlara faydalı olacaq faydalı məlumatlar öyrənəcəklər. Yaşlı qohumların məsləhətlərinə qulaq asmaq zərər verməz, onlar sizə maraqlı fikirlər söyləyəcəklər. Axşam ev işlərinə həsr edilməli olacaq, lakin çox yorucu olmayacaq. Əgər siz onlardan xahiş etsəniz, ailə üzvləri hər şeydə iştirak etməkdən məmnun olacaqlar. Şir bürcü. Yeni bir şey sınamaq üçün əla gündür. Bir çox şir bürcü gizli istedadları oyatacaq, ona görə də ilk uğurları çox gözlətməyəcək. Son zamanlar çətinliklərin yarandığı münasibətləri yaxşılaşdırmaq da yaxşı olacaq. İntuisiya sizə qeyri-müəyyən situasiyalarda düzgün yolu deyəcək. Sizin üçün vacib olan insanlara diqqət göstərməyə dəyər, bu münasibətlərinizə ən faydalı təsir göstərəcək. Ehtiyacı olan qohumlara kömək etmək imkanı yaranacaq. Onların hərarətli minnətdarlığını qazanacaq və problemlərini həll etməyin sevincini hiss edəcəksiniz. Qız bürcü. Ev işləri sizdən çox vaxt və diqqət tələb edəcək. Bəlkə də təmir məsələsi aktuallaşacaq. Bütün bunları tək başına etməyə çalışmasan, uğur qazanacaqsan. Yaxınlarınız sizə kömək etməyə və istənilən cəhdləri dəstəkləməyə hazır olacaqlar. Bir çox qız bürcü günün ikinci yarısında emosional yüksəliş hiss edəcək, ona görə də onlar planlaşdırdıqlarından daha çoxunu bacaracaqlar. Sevdiyiniz insanla uzun müddətdir sizi narahat edən məsələləri müzakirə etmək üçün əlverişli zamandır. Bir-birinizi asanlıqla başa düşəcəksiniz. Baxış nöqtələriniz hər şeyə uyğun gəlməsə belə, siz kompromis əldə edə biləcəksiniz və hər ikiniz razı qalacaqsınız. Tərəzi bürcü. Yaxınlarınızla mübahisələrdən qorxmayın. Bugün həqiqətin onda doğula biləcəyi andır. Bir çox vacib məsələləri həll edə, mübahisələrdən qaça, bir-birinizi daha yaxşı başa düşməyi öyrənəcəksiniz. Bir çox tərəzilər özlərini tanımadığı bir işdə sınasalar, yaxşı nəticələr əldə edə biləcəklər. Gün başladığınız işi bitirmək üçün də idealdır. Karyeranıza müsbət təsir edəcək və ya uğurlu iş ortaqlığının başlanğıcını qeyd edəcək faydalı əlaqələr qurmaq fürsəti yaranacaq. Axşam gələcəklə bağlı planlar haqqında düşünmək üçün münasibdir. Əqrəb bürcü. Təmkin və ehtiyatlılıq çətinliklərdən qaçmağa kömək edəcək. Bəzi əqrəblər dürtüsel davranışlara meyilli olacaqlar, bu da işlərinin vəziyyətinə ən yaxşı təsir göstərməyəcəkdir. Yaxınlarınızla fikir ayrılıqları ola bilər. Mübahisə baş verərsə, mümkün qədər tez barışıq üçün ilk addımı atmağa çalışın. Nəyin bahasına olursa olsun, öz yolunuzda israr etməyə çalışmamalısınız. Unutmayın ki, bəzən səhv edə bilərsiniz.
Enerjinizi düzgün istiqamətə yönəltməyə, məsələn, yarımçıq qalan işləri başa çatdırmağa çalışmaq vacibdir. Oxatan bürcü. Gün uğurlu və əlverişli olacaq. Emosional yüksəlişiniz bunda böyük rol oynayacaq. Bir çox oxatanlar bütün planlaşdırılan işlərin öhdəsindən asanlıqla gələcəklər. Qohumlarla ünsiyyət, hobbi və dostlarla görüş üçün kifayət qədər vaxt olacaq. Faydalı insanlarla münasibətləri bərpa etmək imkanı yaranacaq. Evin abadlaşdırılması, gözəllik və rahatlıq yaratmaq üçün yaxşı gündür. Yaradıcılıq qabiliyyətləriniz maksimum dərəcədə üzə çıxacaq. Axşam romantik görüş üçün idealdır, xüsusən də uzun müddət birlikdə heç yerə getməmisinizsə. Oğlaq bürcü. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq. Çölə çıxmaq, tədbirlərdə iştirak etmək və yeni insanlarla tanış olmaq üçün gözəl gündür. Bir çox oğlaqlar nüfuzlu himayədarlar əldə edəcəklər. Cazibədarlığınız sayəsində çoxlu faydalı əlaqələr qurmaq imkanı yaranacaq. Qonaqları dəvət etmək üçün yaxşı vaxt, yalnız yaxşı vaxt keçirməyəcək, həm də vacib məsələləri müzakirə edəcəksiniz. Günün sonunda ailə üzvləri ilə xırda fikir ayrılıqları mümkündür. Sizin mehriban münasibətiniz kobud kənarları hamarlaşdırmağa və böyük mübahisələrdən qaçmağa kömək edəcəkdir. Dolça bürcü. Sakit və balanslı olsanız, istənilən sürprizin öhdəsindən gələ bilərsiniz. Yaxınlarınızla mübahisələr və fikir ayrılıqları mümkündür, lakin siz hər şeyi tez həll edə biləcəksiniz. Bir çox dolçalar qohumlarına problemlərini həll etməkdə kömək etmək üçün öz işlərinə ara verməli olacaqlar və bu bezdirici və ağır olmayacaq. Təcrübəli dostların məsləhətlərinə qulaq asmaq zərər verməz. Onları dərhal istifadə edə bilməsəniz də yaxın gələcəkdə faydalı olacaqlar. Axşam qonaqları qəbul etmək üçün əlverişlidir, xüsusən ümumi iş maraqlarınız varsa yaxşıdır. Balıqlar bürcü. Optimist münasibət hər hansı bir problemin öhdəsindən gəlməyə kömək edəcək. Bununla belə, heç bir ciddi problem gözləmək lazım deyil. Hər şey istədiyiniz kimi alınmayacaq, ancaq istənilən vəziyyəti öz xeyrinizə çevirə biləcəksiniz. Bir çox balıqlar yaxşı fürsətlər görəcək və onlardan uğurla yararlanacaqlar. Başqalarına kömək etmək üçün yaxşı gündür. Səxavət göstərmək sizə tezliklə lazımlı olacaq böyük bir nüfuz qazandıracaq. Uğur sizi istənilən yeni cəhdlərdə müşayiət edəcək. Uzun səfərlər və səyahətlər üçün əla vaxtdır.